Selamünaleyküm, akşamınız xeyirli olsun. Her zaman sizlere güzellik, şəfa, ruzi və fəzilət nəsib olsun. Bugün 10 noyabr 2025-ci ildir. Saatdaki 7-nin yarısıdır. Mən də sizə belə bir çox gözəl mövzu haqqında bir müzakirə etmək istəyirəm. Eşq müzakirəsi, eşq. Aşiq və məşuq. Eşq və aşiq və məşuq. Mən bir dənə bunu mənə yazmağa nə vadar elədi? Bir baxırdım video çıxdı qabağıma, Hacı Şahin rəhmətli, orada Şəhriyardan belə bir şeirindən izah verir, təsvir verir. Orada Şəhriyar deyir ki, sən məni yanına çağırsan belə, sən məni özündən qovsan belə, mənə arxa çevirsən belə, mən sənin məşuqunam, sən mənim aşiqim. Sən mənim gülümsən gülüm, sən mənim gülümsən gülüm. Baxın, gülün nə arxası var, nə qabağı, nə yana var, nə sağa var, nə sola. Gül elə güldür. Gül gözəldir, gül ətirdir, gül ləzzətdir, gül feyzi yapdır. Gül elə güldür. Baxın, gül məndən arxa çevirsə də, gül məndən incisə də, o mənim gülümdür, o mənim eşqimdir. Mən də onun məşuquyum. Çox gözəl bir şeylərdir. Baxın necədir. İnsan hər hansı bir xanıma könlün verir. İnsan hər hansı bir oğlana, kişi xanıma, xanım da kişiyə könlün verir. Amma ola bilsin o könlün vermək müvəqqəti ola bilər və bir-birlərindən yaş ötdükcə soyuyarlar, onlar bir-birləri ilə sırf yəni illərin məhsulu kimi yaşayarlar. Qocalandan sonra o eşq olmaz, qocalandan sonra o gözəllik itər, bir-birinə arxa çevirərlər. Yəni hər hansı bir hörmət çərçivəsində yaşayarlar. Amma bir bax ki, elə bir eşki, onun qarşısında qocalıq, xəstəlik olmaz. Vücudu sevirsən də. O vücudu sevirsən ki, o vücud səni bihuş edir, meyxoş edir, səni çıxardır, səni haldan hala çıxardır və əbədiyyən yaşadır. Diqqət eləyirsiniz. O sənə arxa çevirsə də sən onu unuta bilmirsən. Çünki sən aşiq isən, məşuqsan. O da sənin aşiqin. Diqqət eləyirsiniz. Baxın, əzizlərim, o gül insanın seçdiyi məşuq olmalıdır. İnsanın seçdiyi həqiqi məşuq. O məşuq da səni xəlq edən məşuq. Hər hansı bir yarın olsa bitişib o məşuqa doğru getməlisən. Təşəkkür edirəm. Gecəniz bərəkətlərdə olsun. Minnətdaram.